1993-cü il. Bu evə sonuncu dəfə bir ailə köçmüşdü. Ata, ana və 11 yaşlı qızları. Onlardan geriyə cəmi 3 kaset qalıb. Bu görüntülər rəsmi olaraq heç yerdə qeydə alınmayıb. Bunları tapanda cihaz artıq işləmirdi. Lentlər isə çoxdan sıradan çıxmışdı. Amma mən birini düzəldə bildim. Sizə deyim nə olardı baxmazdım. İlk kadrlarda sadəcə qızın otağı görünür. Oyuncaq ayı, musiqi qutusu və kitablar. Həddindən artıq sakitlik. Bir az sonra qapı tərpənir. Qız baxmasa da kölgə divardan keçir. Gecə saat 3-ü göstərir. O oyanır. Səs yoxdur, sadəcə nəfəs səsi gəlir. Nəfəs isə kameranın arxasından gəlir. İkinci kasetdə ata görünür. Həyətdə çuxur qazır. Səbəbini demir. Ana isə artıq danışmır. Əslində hər səhnə bir azdan yoxa çıxır. Sonda kamerada heç kim yoxdur. Sadəcə bir səs gəlir. Ən sonuncu lentdə qız tək oturur. Kameraya baxır və deyir: o indi bu kasetin içindədir. Bu evi son 30 ildə heç kim almayıb. Kasetlər hələ də oradadır. Əgər səni çağırırsa, cavab vermə.